Salam əziz izləyicilər. Cambridge Cat Test 4 and Reading Part 3 Questions 14 to 18 Mətn verilib, suallar verilib. Why did Jamal's parents decide to visit Italy? Nəyə görə İtaliyanı ziyarət etməyə qərar verirlər Jamalın valideynləri? Da mətndə baxırıq. They are both painters, hər ikisi rəssamdır. So they really enjoy visiting museums all over the world. Dünyadakı bütün muzeyləri gəzməkdən həzz alırlar. Yəni they are interested in art. İncəsənətdə maraqlıdırlar. Why did Jamal and his family leave the Uffizi Museum? Niyə bu muzeyi tərk etdilər? Baxırıq burada nə baş verib. Uffizi'ni tapdıq. Aha, ilk günü gedirlər. There were a lot of beautiful I was a bit danışan Camaldır. Biz amma qardaşını soruşur. I was a bit frightened when I saw. Deməli bunu görəndə özü biraz qorxur. This painting shows the head of woman whose hair is actually snakes. Yəni saçları ilan olan qadın. My little brother started crying when he saw it. Yəni balaca qardaşı görəndə başlayır ağlamağa. Ona görə tərk etməli olduq deyir. So we had to leave the room. Deməli onda burada olacaq. Jamal's little brother was upset. Upset sadəcə üzgün yox, narahat olmaq, qorxmaq mənasında da işlənir. Why did Jamal and his family do what did Jamal and his family do in the following days? Növbəti günlərdə nə etdilər? Növbəti günlərdə next 3 days walking around the town. Deməli şəhəri gəzirlər. O zaman nə olacaq? They went sightseeing, görməli yerləri ziyarət etdilər. Why is Ponte Vecchio so special? Niyə bu Ponte xüsusidir? Baxırıq Ponte. It's amazing because it's got really shops on it. Çünki onun üzərində bu yəni ki bridgedir, körpü. Onun üzərində nə var? Nədir o? Baxırıq burada. Because it's the oldest bridge, it's more beautiful than the other. Because it has buildings on it. Üzərində binalar var. Burada shopsu bina kimi qəbul edə bilərik. Sonra növbəti sualımız. What does Jamal say about his trip? Trip haqqında nə deyir? Baxaq görək nə deyir. I never thought I would find Florence. Yəni heç ağlıma gəlməz ki Florensiya yəni o qədər maraqlı olardı. It's a shame we only sadəcə orada qaldıq 4 gün. Görə bilmədik çox şey deyir. Amma valideynlərim qərar verib ki, yenə qayıdacağıq. We are going to spend next week, so we'll have time to visit what we missed. Aha, baxaq görək nə deyir. Düşünür ki, darıxdırıcı olub, üzgündür ki, qısa olub. Bəli, qısa olduğunda üzülüb, bu doğrudur. He said because he misses Florence. Yəni belə bir şey yoxdur burada. Üzülür ki, Florence üçün darıxır. Belə bir şey.